Nədən danışmaq istəyirəm? Mən əvvəlki videolarımda süni qiymət artımından danışmışam. Amma bugün bu artan qiymətlərin içində keyfiyyətsiz mallardan danışmaq istəyirəm mənim əzizlərim. Bugün çox keyfiyyətsizdir ərzaqlarımız, istifadə etdiyimiz bir çox şeylər olduqca keyfiyyətsizdir, xəbəriniz var. Yaxşı, bu qiyməti qaldırırsınız, bildik. Od qiyməti nədir? Birinci, yalancı şəkildə, süni şəkildə qaldırırsınız. Amma barı qaldırdığınıza rəğmən keyfiyyətli mal olsun da. Bugün kərə yağı alırsan, ay qurban olum sənə, 28, 34, 36 manat arasıdır, onun keyfiyyəti yoxdur. Mən hələ ondan aşağı qiyməti olan kərə yağları haqqında danışmıram. Bugün elementar kəsmi alırsan, süd məhsulları keyfiyyəti yoxdur. Hələ bir dəfə keçən yay, bu yayda, bu yaydı. Mən şokolad aldım marketlərdən birindən. Gəldim evə, açdım, içindən belə-belə qurtlar çıxdı. Belə-belə qurtlar çıxdı, ağa qurtlar. Çox iyrənc. Çox iyrənc. Mən hələ bilmirəm, mən axşam almışdım, gələndə birini də atıb ağzıma yemişdim. Bəlkə də gecə-gecə görməmişəm, qurduyum, Allah göstərməsin. Yəni deməyim odur ki, bu iyrənc şəkildə, bu zəng elədim həmin marketə, at çəkmək istəmirəm, reklamdır. Dedilər, hə, bizim kondisionerimiz xarab olub ona görə. Sənin kondisionerin xarab olub. Ay qardaş, sənin kondisionerin xarab olub, yayın cırhacırında, istinin altında qalan o şokoladları cəmaata niyə satırsan? Niyə cəmaatı zəhərləyirsən? Bu hələ bildiyimdir. Hansından danışım? Sularından, soklarından, nə bilim, hansının keyfiyyətindən danışım? Bu ərzağı biz yeyirik də. Bunlar niyə bugün də olmalıdır ki? Nəyə görə bunlar bugün də? Bu qiyməti qaldırırsan, yaxşı, qaldır. Amma o qaldırdığın qiymətə keyfiyyətli mal ver də. Bu insanlar keyfiyyətli mal yeyə bilsinlər də. Nəyə görə sən qiyməti qaldırırsan, məndən artıq pul alırsan, amma mənə keyfiyyətli mal vermirsən? Hələ üstəlik endirim güya eləyirlər. Belə endirim olar. Belə endirim olar eləyirsiniz. Yalandan yazırlar, endirimdə 30 manat. Əvvəl 35 manat, endirimdə 30 manat. Sonradan çıxır ortalığa ki, başqa marketdə baxırsan, ya başqa yerdə görürsən ki, 35 olmayıb. Onun qiyməti elə 28 manat olub. İndi vurublar ki, endirimdə 30 manat. Ya səndən istədiyimiz keyfiyyətli maldır. Qardaşım, bacım, əzizim, sən bu keyfiyyətli malı nəyə görə bu cəmaata satmırsan? Kim nəzarət eləyir buna? Qida təhlükəsizliyi hardadır? Niyə yoxlamır? Başqa vaxt lazımsız yerlərə gedirlər, lazımsız yerlərdə reyd xatirinə, cəmaata göstərmək xatirinə nələrsə çəkirlər. Hardasınız, niyə yoxlamırsınız? Yoxlayın da bu, nə bilim, kiçik, böyük, yoxsa kiçik az qalıb dükan, böyük dükan, yoxlayın da bu malları. Bir görün də bu nədir, nə satırsan. Yaxşı, səni yoxlamırlar, sən ey böyük marketlər, sən satdığın malın heç düşünmürsən ki, bu malı mən satıram, uşaq yer, böyük yer, zəhərlənə bilər. Hanı da bu keyfiyyət niyə yoxdur mallarda? Nəyə görə biz keyfiyyətsiz mal yeməliyik? Nəyə görə biz orqanizmimizi zəhərləməliyik? Nəticədə kimə baxırsan xəstədir? Xəstə olacaq da, qardaşım. Xəstə olacaq da. Ümumiyyətlə, xalq olaraq biz kərə yağı yeməyi sevən xalqıq. Biz deyəndə Qafqaz xalqları kərə yağı sevir. İndi Avropa keçib də zeytun yağı, nə bilim, soya yağı, min dənə şey. Amma biz bir Azərbaycanlı olaraq, qədim türk olaraq biz kərə yağı sevmişik, nehrə yağı sevmişik. Başqa dönüm sənin. Bini qədimdən bizim evimizdə kərə yağı istifadə olunubdur. Hanı o kərə yağı? Pendiri qaldırmışsan 14 manat, 13 manat, 15 manat, əlcəb eləmirsən. Yaxşı, tutaq ki, bunun xam malı sənə baha başa gəlir, 100 dənə ad qoya bilərik buna. Keyfiyyət hanı? Hanı o keyfiyyəti? Yəni, kalbasa bilmirəm, kalbasanın içində K hərfi yoxdur. Mən o bəzi, bahadılar, ucuz deyil. Mən o bəzi kalbasaları alıb gətirəm, evdə mənim qara pişiyim onu yemir. Yemir. Mən pişiyim laboratoriyadır. Alanda birinci ona test eləyirəm. Ucuz da deyil. Qoymuşsunuz ora bir tö kalbasa 23-24 manat, 18 manat. Qardaş alıb gətirir, yoxdur. Keyfiyyət yox, pişik yemir. Pişik ona yaxın düşmür. Yaxın düşmür. Saçqası elə, nə bilim, hansından danışım?
Biz nəyi yeyək yaxşı? Biz nə ilə qidalanaq? Bəs yaxşı, biz gələcəyimiz, övladda, indi hansısa pullunun varını xaricdən gəlir yeməyi, içməyi və yaxud da ki, rayonlardan gəlir. Bildik. Yaxşı, biz o rayonda mənim kimi qohum əqrəbası olmayan neynəsin? Yoxdur da. Mənim Zəngilandır ana tərəfim, ata tərəfim Qafan. Yoxdur mənim qohumlarım. Mən neynim? Zəngilana hələ köçməyiblər. Həsrətlə gözləyirlər ki, köçüb getsinlər. Qafandakı Allah nəsib eləyər, Zəngəzuru alarıq. İnşallah, inşallah mənim qızı qohum əqraba gedər, mənə nəsə bəlkə göndərər. Yəni deməyim odur ki, mənim kimi qohum əqrabası rayonda olmayan adamlar var. Biz nəyi yeyəcək? Tapa bilmirəm mən. Ən bahalı dükana da gedirəm budur. Yəni bu Pribaltika malları mağaza var. Moskva malları mağaza. Niyə mənim Azərbaycanımın özündə normal market olmamalıdır? Normal marketlər çoxdur. Estağfurullah. Qəşəng də marketlərdir. Amma mallar niyə keyfiyyətsizdir? Bu malların keyfiyyəti marketə aid deyil, istehsalçıya aiddir. Hanı istehsalçı, istehlakçı, hanı bunlar? Hanı bu qida təhlükəsizliyi? Market satıcıdır. Alır, satır. Bu qidaya, bu mala, malın istehsalçısıdır. Cavab deyil. Hanı da? Bir tutun, bir göstərin. Deyin ki, bax buydu, bunu eləmişdi, biz tutduq. Gedirlər, düşürlər ət kəsənin üstünə. Ət kəsənləri yoxlayırlar. Ət nədir dərdimiz? Dərdimiz ətdir. Bu boyda dərdsə yağlar, duru yağlar, bitki yağları. Güya bu şeydir, bitki hardan alınıb bu nə yağıdır bilinmir ki. Bilinmir, yoxlaya bilmirsən. Necə yoxlayasan? Ev şəraitində yalandan orada burada testlər göstərirlər, yalandan eləyirsən, onsuz da uyuşmur. Heç bir testlər, heç yoxlamaya girmir. Və bunu kim yoxlayır? Və bunun üstündə keyfiyyət nişanı yoxdur. Varsa, hardan var? Mən indi hamısına şamil eləmirəm. Bəzi məhsullar var ki, bəzi, nə bilim, nəsə var bəlkə keyfiyyətdə, amma azdır. Axı, hər adamın bugün minimal əmək haqqı 400 manat olan ölkədə, mənim əzizlərim, 32 manat, 36 manat yağdır. Ondan aşağı var 19, 20, 22 o yağlar ümumiyyətlə keyfiyyətsizdir. Bir azacıq varsa o daddır, biraz okey, biraz. İndi onun da için Allah bir 50 dənə dad verən, iyi verən, o qədər zirzibil qatırlar ki, estağfurullah, Allah keçsin günahımla. Onu da alıb gətirirsən, deyirsən yaxşıdır, qiyməti bahadır. Qiymət bahadır. Yaxşıdırmı? Mən kərə yağı yoxlamaqdan yorulmuşam. İnanırsınız, yoxlamaqdan yorulda bütün yağları 2 cür seçdiyim var. O boyda yağ çeşidlərindən 2 cür seçmişəm də, indi xoşuma gələn. Yəni, mənim əzizlərim, bu nə yanaşmadır, bu, yenə deyirəm, hamısı özümüzdən gəlir, istehsalçı da bizik. Onu xaricdən alıb gətirib burada satan da bizik. Sən xaricdən alıb gətirirsən, alanda yaxşısını gətir də. Ki, o zavoddan alırsansa, sən keyfiyyətlisin gətir də. Niyə gedib o zavoddan keyfiyyətsizin mənə gətirib sırıyırsan? Niyə? Birdir, ikidir ki, hələ dərmanları demirəm. Qardaş, dərmanı atırsan, əvvəl bir dənə ağrı kəsici içirdin, nə yaxşı keçdi baş ağrım, ya haramsa ağrıyır. Bugün 5-6 dənə içirsən, effekt vermir. Məcbursan xaricdən gətirəsən. Bu ayrı mövzudur, bu barədə danışacağım. İndi ürəyim açılıb deyirəm. Başqa dönüm, həkim bir dənə yazır, yazıq həkim. Axırda deyirik ki, həkim heç nə bilmir. Həkimi 3 ay müalicə elədi, sağalmadım. Türkiyədən, Rusiyadan, nə bilim, Almaniyadan bir dənə dərman gətirdim, sağaldım. Qardaş, həkim yetim neynəsən? Dərman keyfiyyətsizdir. Bir çox dərmanlar var ki, bugün yığışdırılıb satışda yoxdur. Ucuz dərmanlar. Niyə? Bahalını bizə sırıyırsınız, bahalını. Amma keyfiyyəti yoxdur axı onun. Niyə mənə keyfiyyətsiz mal sırıyırsınız ki? Niyə mənim gələcəyimi, gələcək nəsli, cavanları, gəncləri niyə zəhərləyirsiniz ki? Niyə? Neynəsə bu cəmaat hara getsin? Hardan alsın? Nə yesin? Nə içsin? Hamı da tökülüşüb gəlib Bakıya. Elə bir Bakıya yeləsin, tökülüb yeyib içmək. Qurban olmuşsa, bu nəzarət niyə yoxdur? Niyə nəzarət eləmirsiniz? Niyə baxmırsınız satılana, alınana, farmasevtikaya, dərmanlara, iynə, dərman, farmasevtika sahə, dilim dolaşdı, əsəbimdən dilim dolaşdı. Farmasevtika sahəsinə niyə baxmırsınız? Həkimlər, elə həkimlər var, özləri deyir ki, qurban olmuşsa, gətirə bilsən, oradan buradan gətir də, burada o effekti alma.
Yəni nəyə görə də sən mənə keyfiyyətli mal gətir, sat, mən səndən alım. Mən onun effektin görüm, bir də alım. İndi çox adam bilmir, gətirə bilmir, ala bilmir, xarici gedə bilmir. Ölkəmizdə bu qədər istehsal var. Niyə özümüz bu qədər süd məhsullarını istehsal edən zavodlar var? Keyfiyyətli eləyin də bunu. Bir dəfə mən bilmirəm hansıydı almışdım, bərbad gündə idi. Qatığı belə eləyirdim, kraxmal idi elə bil. Lok belə düşürdü. Kraxmal kimi dartılırdı qatıq. Nəysə bunu hayhu elədim, çəkdim, paylaşdım, məni dəvət elərlər zavoda. Bu zavodumuz birinci çox kobud qarşılamışdılar məni. Sən kim göndərib? Sən kimin adamısan? Mən kim göndərəcək? Mən kim göndərəcək? Mən bu ölkənin vətəndaşıyam. Bu bir neçə il qabaq olmuşdu. Mən bu ölkənin vətəndaşıyam. Mənim haqqımdır. Pisi də deyim, yaxşını da. Haqqımdır. Bugün mənim ölkə başçım, ali komandan cənab İlham Əliyev apardığı siyasəti dəstəkləyirəm. O orada burada olan o kiçik məmurlar var, böyük məmurları alladırlar, ondan yuxarını alladırlar, cibişdanı doluyurlar. Mən bugün borcumdur ifşa edeyim. Mən də eləməyəndə kim eləyəcək? Hərəmiz öz boynumuza düşəni ictimai qınaq eləsək, biz ictimai qınağı bu yönlərə yönəltsək, ifşa eləsək bu tip adamları, cəmaatı zəhərləyənləri, biz bugün də olmarıq. Yuxarıdan olmalıdır hər şey. Sən bir özünə cavabdeh ol. Kimi dindirsən bir yuxarıdan nəzarət yoxdur da. Deyirəm, bəs siz bu barədə haradasa demirsiniz. Mənim nəyimə lazım, özləri nəzarət eləsin də. Qardaşım, sən gedirsən bir yağ alırsan, hardansa, bəyənmirsənsə, ən azından həmin yağ istehsal eləyən yağdan yapışmışam. Bir çox məhsullar, şokolad olsun, konfet olsun, karamel olsun, un məmulatları olsun, nə bilim, bu turşu bağlamalar olsun, kompotlar olsun, mürəbbələr olsun. Bəyənmədiyim bir şey varsa, onun arxasında telefon nömrəsi var. Onun arxasında onun saytı var, səhifəsi var. Bir yaz da ora. O qədər yazmışam ki. Mən getdiyim klinika, restoran, aldığım məhsul bəyəndiyimi də yazıram, bəyənmədiyimi də yazıram. Qoy cəmaat görsün də. Qoy cəmaat görsün, yararlansın, pisi də bilsin, yaxşını da bilsin. Mütləq deyə buna biz özümüz nəzarət eləməliyik bir vətəndaş olaraq. İctimai qınaq olmalıdır. Bəyənmədiyimiz məhsulları biz ifşa eləməliyik. Onu istehsal eləyənləri ifşa eləməliyik ki, sən buradan çörək yeyirsən. Qardaşım, yemə 100 manat, ye 50 manat. Halal iyi də bunu. Başqa vaxt halalçılıqdan danışırsınız, halal haramdan danışırsınız. Niyə haram qatırsınız mala? Bugün məhsullar 100% yox, 400-500% naçenka ilə bahalaşıb. Mən ötən verişimdə demişdim, bir şokolad var idi, mən 18-20 manat onu alırdım. Bugün o şokolad bəzi marketlərdə 98 manatdır, bəzi marketlərdə 105 manatdır. Yəni görün nə qədər qalxıb, xarici şokoladdır, qəşəng şokoladdır. Yəni siz bu qiyməti qaldırmısınız, o xaricdən gələn malların saxlanmasına diqqət yetirməlisiniz. Bəzi marketlər, siz onu yayın cırhacında kondisioner söndürüb, orada qurtladıb cəmaata sata bilmərsiniz. Sonra da mənə verir, siz haradasa sizə şirinlik göndərir, dedim, mənə şirinlik lazım deyil. Lazımdır, gələ çəkib paylaşardım. Dedim, mənə şirinlik lazım deyil, sən o polkalarından qaldır o qurtlu şokolatı. Kondisionerini düzəld. Bilmirəm, bəlkə də insanlar məni qınayacaq deyəcəklər. Bəlkə də alıb yeyib bizə də yox. Mən həqiqəti deyirəm. Neyinirəm onların şirinliyi? Pulla aldığım qurtlu çıxıbsa, pulsuz verdikləri nə gündə olacaq? Vallahi qurtluydu. Belə qurtlar var idi içində. Vallahi billahi. Yəni deməyim odur ki, dostlar, gəlin əzizlərim, canlarım, mənim dəyərli izləyicilərim, mənim həmvətənlərim, mənim xalqım, mənim insanlarım, mənim deyirəm, çünki mən çox sevirəm bu xalqı, böyük səslənməsin. Mən bu millətə mənsubam, mən bu xalqa mənsubam, qürur duyuram bundan. Ona görə bir balaca mənim nəyimə lazım? Yuxarıdan özləri bunları qoyun bir qırağa, sənin nəyinə lazım deyil, o məhsulu sən yeyirsən. O məhsulu sən yeyirsən, bəlkə yuxarıda oturanın bundan xəbəri yoxdur. O bir-bir düşüb gəzməlidir. Buna nəzarət edən qurumlar var. Qida təhlükəsizliyi var, farmasevtika təhlükəsizliyi var və s. və ilaxır. Bunları ifşa eləmək lazımdır da, bunları demək lazımdır, bunları danışmaq lazımdır. Lütfən üzrlü sayın, mən çox emosional danışdım. Mənim səhifəmə abunə olun. Mənim əzizlərim, dəyərlilərim və abunə olandan sonra da bax, rastlaşdığınız hadisələr olursa, gördüyünüz hadisələr olursa mənə yazın.
Bunun nəticəsində insanlar doğru düzgün qidalana bilmədiyinə görə bu insanların hormon balansı pozulur, bu insanlar aqressiv olur, bu insanların orqanizmdə müəyyən vitaminlər çatır. Hardan olsun bu vitamin? Təmiz şokolad insanın əhval-ruhiyyəsini qaldırır, çox xeyirdir. Təmiz şokolad. Hanı? Var? Nə bilim, yaxşı süd balacalara xeyirdir də, böyük adamlara o qədər xeyir deyil süd. Qatıq çox xeyirdir. Hanı? Adam özü evdə əvvəl məhəlləyə gətirirdi arvad rayondan, alırdım özüm evdə qatıq çalırdım. İndi bugün yoxdur arvad, mən neyniyim? Və sair və ilaxırı çoxdur, məhsullar çoxdur. İndi mənim ağlıma bu gəlir. Yağ, beyin yağla qidalanır mənim əzizlərim. Beyin yağla qidalanır. Beyin hüceyrələri gündə minimum 50 qram kərə yağı, təmiz kərə yağı yeməlisiniz. Mütləq. Gedin həkimlərinizdən soruşun. Nutritsologiyanı gözəl bilən adam kimi, nutritsologiya müəyyən kurslar bitirmişəm. Mənim həddimə deyil. Həkim kimi danışa bilmərəm. Hanşa, mənim əzizlərim, lütfən üzünüz sayın. Mən bunu bir anlayışı olan adam kimi deyirəm. Psixologiyanı bitirmiş adam kimi deyirəm. Yəni, yağ bir insan gün ərzində 50 qram kərə yağı istifadə eləməlidir. Mütləqdir, vacibatdır. Nə qədər diyeta saxlayırsan saxla, 50 qram istifadə eləməlisən. Qat kofeyə iç, o xeyirdir. Bilmirəm, nədəsə istifadə elə kərə yağı. Hanı var kərə yağı? Hə, yaxşı, təmiz kərə yağı yoxsa bu beyin yazıq. Nə ilə qidalansın? Beyin nə ilə qidalansın? Təmiz duz insan orqanizminə lazımdır. Şəkər ən ziyanlıdır. Pesok deyirik şəkər. İnsan orqanizmi üçün ən ziyanlı olan bir şeydir. İllah da əgər bu şəkər keyfiyyətsizdirsə. Mən Elçin Əlibəyliyə hörmətim sonsuzdur. Bir verilişi var idi çoxdan və orada bu şəkər haqqında danışmışdı. Necə bunu eləyirlər, xlorlayırlar, neynirlər, başını oyun açırlar. Şəkərdə şəkərlik qalır. Bəs yaxşı, bu nətər beyin necə qidalansın? Beyin necə qidalansın? Birdir, ikidir, mən hansını sadalayım? Bəs bu beyni, bu keyfiyyətsiz qidalarla qidalandıranda insanlar aqressiv olacaq. Orada vitamin D çatışmayacaq, orada magnezium çatışmayacaq, orada nə bilim, bir çox vitaminlər, hormonlar işləməyəcək, çatışmayacaq. Bu halda da insan depressiv olacaq, insan intihar eləmək istəyəcək, həyatdan küsəcək, aqressiv olacaq, həyəcanlı olacaq, narahat olacaq. Səbəb qidadır. Qida. Çünki bizim qidamız yerində deyil. Mən burada müraciət edirəm. Lütfən. Bir qaldırın özünüzü, silkəliyin özünüzü, nəzarət eləyin. Niyə yoxdur nəzarət?